Salam əziz dinləyicilər, hər birinizə xoş gördük. Əziz müəllimlər, əziz abituriyentlər, bizim bugünkü mövzumuz 18-ci əsrin əvvəlində Səfəvi dövləti iqtisadi tənəzzülüdür və yaxud da Səfəvi dövlətində ümumi vəziyyət və yaxud da dövlətin vəziyyəti mövzusudur. 17-ci əsrin sonu, 18-ci əsrin əvvəlində Səfəvi dövləti çox dərin iqtisadi və siyasi böhran keçirirdi. Gəlin ilk öncə bunun iqtisadi dedikdə, elə deyilmi? İlk öncə iqtisadi böhranın səbəblərini gəlin aydınlaşdıraq. Bu iqtisadi böhranın da həm daxili səbəbləri var, həm də xarici səbəbləri var. Daxili iqtisadi səbəblər o idi ki, su təchizatı zəifləmişdi, pul böhranı baş vermişdi. Hətta deyir, bu dövrdə metal qismən xaricdən gətirilirdi və bu da pul böhranı baş verir bu dövrdə. Sonra şəhər iqtisadiyyatının tənəzzülüdür. Tənəzzülün də şəhər iqtisadiyyatı nəyə görə tənəzzül etdi deyəndə deyirik ki, tənəzzül etməsinin əsas səbəbi ticarət və sənətlə məşğul olan əhalinin şəhərlərə kütləvi sürətdə tərk etməsidir. Xarici iqtisadi səbəb isə Hindistan dəniz yolunun kəşfi nəticəsində 17-ci əsrdə Böyük İpək yolunun öz əhəmiyyətini itirməsidir. Sonra Avropada keyfiyyətli məhsullar istehsal olunurdu, hansı ki, manufakturalarda çox ucuz və keyfiyyətli məhsulların istehsal olunması Azərbaycan bazarında sənətkarların mallarının bazarda qalması ilə nəticələnir. Hansı ki, sənətkarlıq məhsullarına artıq ehtiyac yaranmırdı, tələbat getdikcə azalırdı. Bunun da əsas səbəbi bizim sənətkarların hazırladığı məhsul həm baha başa gəlirdi və keyfiyyətcə də deyir, əslində həmin manufaktura məhsulların keyfiyyətinə də çatmırdı. Məhz buna görə sənətkarlıq məhsulları artıq satışı Azərbaycanda azalır. Sonra xaricdə ticarətin zəifləməsi nəticəsində ölkədə yaranan pul qıtlığı və saxta pullar dövrəyə buraxılırdı. Bu da xarici iqtisadi səbəblər hesab olunur. Daha doğrusu ölkədə böhranın digər səbəblərindən biri siyasi səbəbdir. Və siyasi səbəb də odur ki, dövlət idarəçiliyində böhran yaşanırdı. Vəzifəli şəxslər rüşvətxorluğu və fırıldaqçılığı baş alıb gedirdi və hökmdar bunun qarşısını ala bilmirdi. Və bu özbaşdanlıq və bürokratiyanın mövcud olması əlbəttə ki, dövləti sarsıldan əsas səbəblərdən biridir. Ölkədə iqtisadi problemləri həll etmək üçün Şah Sultan Hüseyn 1699-1702-ci ildə əhalini siyahıya aldı. Məhz əhalini siyahıya alaraq o vergiləri artırdı. Daha sonra ölkədəki iqtisadi problemi həll etmək üçün ata-babalarından qalan qiymətli əşyaları əridərək pula çevirdi. Lakin o böhranın qarşısını ala bilmədi. Axırıncı harda qaldıq? Dedik ki, 1699-1702-ci ildə əhalini siyahıya alır və əhalini siyahıya alınması ilə də vergilər artırıldı. Vergilərin artırılmasına qarşı da və məmur özbaşınalığı, feodal zülmünə qarşı 18-ci əsrin əvvəllərində Səfəvi dövlətində üsyanlar baş verdi. İlk kütləvi xalq çıxışı 1707-1711-ci ildə Car Balakəndə baş vermişdir. Bunun əsas səbəblərindən biri Şirvan bəylərbəyliyi carlıların maaşını kəsmişdir. Hansı ki, carlılar şimal sərhədlərini qoruduğuna görə xəzinədən maaş alırdılar. Həmin maaşın dayandırılması üsyanlar nəticələnmişdi. Hətta deyir, Şirvan bəylərbəyi Həsənəli bəyi öldürmüşdülər. Üsyan deyir, əlbəttə ki, çox böyük bir Səfəvi sarayında böyük bir təlaşla qarşılandı və Şah Sultan Hüseyn bura yeni bəylərbəyi göndərməli oldu deyir. Və əlbəttə ki, bu üsyan çətinliklə də olsa yatırılmışdı. 1711-ci il üsyanına xüsusilə diqqət yetirsək, deyir ki, üsyana yerli ruhani başçısı Hacı Davud rəhbərlik edirdi. O Məkkə ziyarətinə getdiyinə görə Hacı titulu almışdır və onun adı xüsusilə qeyd olunur. 1707-1711-ci ildə Car Balakəndə baş verən ilk kütləvi çıxış oldu. Daha sonra 1709-cu ildə Qəndaharda Əfqanların başçılığı ilə Əfqan qəbilələri üsyan qaldırdılar. Və bunu da üsyanın da yenə də səbəblərindən biri əlbəttə ki, burada yenə feodalların özbaşınalığı, məmurların özbaşınalığı idi.
18-ci əsrin 20-ci illərində baş verən digər üsyanlardan danışanda Hacı Davudun başçılığı ilə 2 dəfə üsyan baş vermişdi. Biri 1719, biri 1721-ci ildə. 1719-cu ildə üsyan baş verəndə bu Hacı Davudun başçılığı ilə baş verən bu üsyan uğursuzluqla nəticələndi, qalib gəlmədi. Amma 1721-ci ildə baş verən Hacı Davud üsyanı isə qalib gəlmişdi. Və hətta deyir ki, Şirvanda əsas inzibati mərkəz olan 21-də Hacı Davud Şamaxını ələ keçirmişdir. Lakin o Şamaxını ələ keçirdikdən sonra onda belə deyək, özünə inam yaranır, düşünür ki, digər əraziləri də hücum edib ələ keçirə bilər. Ona görə Dərbənd, Gəncə və Bakıya yürüş edir, lakin bu uğursuzluqla nəticələnir. Daha sonra bizim burada deyəcəyimiz məqamlardan biri nədir? Hacı Davud ümumiyyətlə 2 ölkəyə müraciət edir. Rusiyaya müraciət edir ki, məktub göndərir ki, Şirvanı Səfəvilərdən azad etməyə Rusiyanın kömək etməsi üçün ona məktub göndərir. Əlbəttə ki, Rusiya buna təklifi rədd edir. Hacı Davudun bu təklifini rədd edir. Çünki Rusiya özü düşünürdü ki, gələcəkdə elə hücum edərək Xəzər sahillərini və yaxud da ki, Səfəvi dövləti ərazisini ələ keçirmək fikrində idi. Ardınca gəlirik, Hacı Davud təkcə Rusiyaya yox, həm də Osmanlı dövlətinə də müraciət edir. Bu zaman Osmanlı dövlətini idarə edirdi 3-cü Əhməd. 3-cü Əhməd bu təklifi qəbul edir və düşünür ki, Səfəvi dövlətinin işinə qarışmaq üçün əlverişli bir məqam yaranıb və bu məqsədlə də Hacı Davuda kömək etməyə qərar verdi və hətta fərman imzalayıb Hacı Davudu xan titulu verir və Hacı Davudu Şirvan hakimi kimi tanıyır və Osmanlı himayəsində Şirvan yarım müstəqil xanlıq kimi tanınmış oldu. Bu hissəsi, bu 35-ci paragraf olan hissədir. İndi gəlirik 36-cı paragrafa. 36-cı paragrafda nədən bəhs edir? Gəlin baxaq. 36-cı paragraf Azərbaycan uğrunda Rusiya-Osmanlı mübarizəsidir. Yenə söhbət Şah Sultan Hüseyndən gedir. Azdan çoxdan bizim artıq belə bir bizdə fikir formalaşdı ki, daxili siyasətdə Şah Hüseyin səriştəsi olmayan bir hökmdardır. O üsyanları çətinliklə yatırırdı və problemləri, iqtisadi problemləri həll edə bilmirdi. Biz bunu görürük. Gəlin indi onun xarici tərəfinə baxaq. Görək, xarici münasibətlərdə onun səriştəsi varmı, bacarığı varmı? İlk öncə Səfəvi dövləti 1713-cü ildə Rusiya ilə dostluq və ticarət müqaviləsi bağlamaq istəyir. Və həmin Şah Sultan Hüseyin öz elçisini dostluq və ticarət müqaviləsi bağlamaq üçün Peterburqa nümayəndə göndərir. Və bunlar da Şah Sultan Hüseynin təklifinə cavab olaraq, bunlar deyir ki, biz biraz düşünək, əgər müsbət bir fikir bizdə formalaşsa, sizlə dostluq və ticarət etmək istəsək, ticarət müqaviləsi imzalamaq istəsək, geriyə Səfəvi dövləti ərazisinə, sizin paytaxtınıza İsfahana biz də elçi göndərəcəyik və müqavilə imzalanacaq. 1713-cü ildə Şah Sultan Hüseyin getdi Rusiyaya. Rusiya dedi ki, biz bunu bir düşünərək götür-qoy edərik. Əgər sizlə ticarət müqaviləsi imzalamaq fikrində olsaq, öz elçilərimizi Səfəvi dövlətinin paytaxtı İsfahana göndərəcəyik. Yaxşı, və bu zaman hakimiyyətdə Pyotrdur. Pyotr deyir ki, əslində ticarət müqaviləsi imzalamaq adı altında əlimizə yaxşı bir şərait düşüb. Şərait də nədir? Biz oranı kəşfiyyata gedib, yəni Rusiya düşünür ki, kəşfiyyata gedib Azərbaycandakı vəziyyəti, Səfəvi dövləti ərazisindəki vəziyyəti müəyyənləşdirə bilər və kəşfiyyat xarakterli bura elçi göndərir. Amma əsl burada belə deyək də pərdələnir də, o məqsəd pərdələnir. Ticarət müqaviləsini imzalamaq adıyla Səfəvi dövlətinə gələn əslində Artemi Volinski əslində nəyə gəlmişdi? Kəşfiyyata gəlmişdi. Pyotr deməli Artemi Volinskini Azərbaycana kəşfiyyata göndərir. Kəşfiyyata gələn Artemi Volinski nələri öyrənməlidir? Və tapşırıq verilir ki, bax, gör, yol boyu otlaqlar varmı? Kərvan yolların vəziyyətini, Səfəvi qoşununun vəziyyətini, Rus ticarətini biz inkişaf elətdirə bilərikmi bu ərazilər tuta bilsə? Və Səfəvi ərazisində çalış ki, xristiyanlarla əlaqə yarat. Artemi Volinski gəlir, vəziyyəti öyrənir. Vəziyyəti öyrəndikdən sonra 1717-ci ildə ticarət müqaviləsini imzalayıb geri qayıdır İsfahanda. Yaxşı, bundan sonra Pyotr nə edəcək?
Pyotr Xəzərin qərb sahillərini öyrənmək üçün ekspedisiya göndərəcək. Həmin ekspedisiya Nargen, Wolf və Pesçani adalarını, yəni adı altındadır, xəritəyə daxil edəcəklər. Bu adaları müəyyənləşdirib xəritəyə daxil edəcəklər. Bir üçüncü məqsədi Pyotrun Şirvanda konsulluq açmaq idi, Rus konsulluğunu, amma bunu aça bilmir. Çünki Hacı Davudun üsyanı buna böyük bir maneə idi, yəni imkan yaratmır. Və ən nəhayəti deyir ki, Rusiya deyir ki, biz Azərbaycana hücumu, Səfəvi dövləti ərazisinə hücumu tezləşdirməliyik. Çünki eşitmişlər ki, Hacı Davud 3-cü Əhmədlə danışıqlar aparır və bu danışıqlar nəticəsində Osmanlı bizdən qabaq düşüb ölkə ərazisinə hücum edə bilər, yəni Səfəvi dövləti ərazisinə hücum edə bilər və biz bunu qabaqlamalıyıq. Və 1722-ci ildə iyun ayının 15-də bir də onu da qeyd edək ki, 1722-ci ildə üsyan qalxır Səfəvi dövlətində, hakimiyyətə gəlir Şah Sultan Hüseyin, taxtdan salınır, hakimiyyətə gəlir Şah II Təhmasib. Və Təhmasibin hakimiyyəti dövründə Təhmasib, belə deyək də, hakimiyyətə gələn kimi çox belə qalmaqallı bir dövrdə gəlmiş olur. Pyotr elə həmin vaxtda da iyun ayının 15-də 22-ci ildə manifest imzalayır və manifestdə əslindədir, onun əsl məqsədi örtbasdır edir. Düzdür, bu əvvəlki kitablarda bu haqda geniş məlumat verilirdi. Deyir, o manifestində deyir ki, yəni bizim məqsədimiz Səfəvi dövlətinin ərazisini ələ keçirmək deyil. Narahat olmayın. Biz gəlmişik ki, Hacı Davudu cəzalandıraq. Çünki Hacı Davud bizim Rus tacirlərimizi öldürmüşdür. Bax, belə bir məqam var idi. Və bundan sonra da bu manifesti imzalanır, xalqa bir rahat salırlar. Belə deyək də, biraz xalq artıq rahat olur ki, bax, bu Səfəvi dövlətinin hücuma gəlmir. Çünki manifest deyir ki, biz Səfəvi padşahının, hökmdarının dostuyuq. Və bundan sonra manifestdən sonra hücuma başlayır. 1722-ci ildə hücum sizin gördüyünüz bax bu Həştərxan ərazisindən başlayır. 1722 iyun ayının 18-də. Sonra burada deyir ki, Həştərxandan quru və dəniz yolu Azərbaycanın Xəzəryanı bölgələrinə yürüşə başladı. 1722-ci ilin avqust ayının 23-cü Rus qoşunu Dərbənd ərazisini müqavimətsiz tutdu, deyir. Şəhər naibi İmamqulu bəy qalanın açarlarını gətirib Pyotra təqdim etdi, deyir. Bu belə bir məsələ. Sonra Pyotrun ən böyük məqsədlərindən biri Bakını ələ keçirmək idi. Lakin Bakını ələ keçirmə planına Pyotr yarımçıq qoymalı olur. Çünki onun Ruslara aid olan silah, sursat hər biri deyir dənizdə batmışdı. Buna görə yarımçıq qoyur. İkinci bir məqam İsveçlə yeni müharibə başlama təhlükəsi var idi. Üçüncü bir əsas məsələ də Osmanlı dövləti Pyotrun Qafqazda olmasını qəbul edə bilmirdi deyə etiraz etdiyinə görə Pyotr Bakının tutulmasını özü həyata keçirə bilmir. Rusiya ərazisinə geri qayıdır və lakin Bakının ələ keçirilməsini deyir komendant Matyuşkinə deyir tapşırır. Bəli, Matyuşkinə tapşırdı və 1723-cü ilə qədər, yəni Bakının tutulmasına qədər Matyuşkin artıq deyəsə bizim kitablarımızda, yeni kitablarda da ümid edirəm ki var. Gedək, davam edək. Deməli, 1722-ci ilin dekabrında Ruslar Rəşt şəhərini, Gilanı işğal elədilər. Ardınca da 1723-cü ildə iyul ayının 28-də Bakı işğal edildi və burada komendantlıq idarəsi yaradıldı. Daha sonra isə Salyanı işğal etdilər və ən nəhayət Rusiya ilə 1723-cü il sentyabrın 12-sində Peterburqda Səfəvi elçisi İsmail bəy Peterburq müqaviləsini imzalamağa məcbur oldu, deyir. Lakin İsmail bəy əslində Təhmasib Peterburq müqaviləsini tanımadı. Çünki İsmail bəy ikinci Təhmasibin razılığı olmadan bu müqaviləni imzalamışdı. Ona görə o Peterburq müqaviləsini təsdiq etmir. Peterburq müqaviləsinin şərtinə görə bayaqdan bizim sadaladığımız Dərbənd, Bakı, Gilan, Mazandaran, Astrabad Rusiya ihlaq edildi. Bunun əvəzində isə Rusiya Səfəvi şahına əfqanlara qarşı öz hakimiyyətini qorumaq üçün hərbi yardım göstərəcəkdir. Hərbi yardım. Bu hərbi yardım bizim nəyimizə lazımdır ki?
nəyimizə lazımdır deyəndə, yəni bu onsuz da ki formal xarakter daşıyırdı. Bu müqavilədə deyilən. Onlar bizə hərbi yardım göstərəsi deyildilər onsuz da. Sadəcə onların ən böyük xeyri bu qədər əraziləri artıq Rusiyaya ihlaq edilməsi ilə bağlı Səfəvlərə müqavilə imzalatdılar. Və bu müqavilə də yenə də deyirik, ikinci təxminatdır, tanımadı. Ardınca bu vəziyyəti Qafqaz ərazisində Rusiyanın möhkəmlədiyini görən Rusiya və İngiltərə və Fransa buna böyük bir, belə deyək, qıcıqlanır, qəbul eləmir Rusiyanın möhkəm Qafqazda ərazilər ələ keçirməsini və Osmanlı dövlətinə deyir ki, Rusiyaya qarşı müharibəyə başla və biz sənə həm hərbi, həm maliyyə yardım etməyə hazırıq. Və Osmanlı da İngiltərə və Fransanın çox böyük bir dəstəyi ilə Rusiya müharibə elan etsə də Rusiya müharibəyə girmir deyir. Rusiya çünki İsveçlə müharibədən yeni çıxmışdı İsveçlə və o müharibəyə başlaya bilmir və Osmanlıya təklif edir ki, gəl müqavilə imzalayaq. Müqavilədə 1724-cü ildə İstanbul müqaviləsi imzalanır. İstanbul müqaviləsinə gəlin nəzər yetirək. İstanbul müqaviləsinin şərtlərində nə var? İstanbul müqaviləsinin şərtləri Rusiya ilə Osmanlı. Osmanlı müharibəyə başlamaq istəyir. Rusiya müharibəyə girmir. Çünki İsveçlə müharibədən yeni çıxıb. Deyir ki, gəl müqavilə bağlayaq, razılaşaq. Mən səninlə yenidən müharibəyə daxil ola bilmərəm. Çünki müharibədən yeni çıxmışam və xeyli də vəsait itirmişəm. Belə. Bir dəqiqə. 1724-cü ildə imzalanan İstanbul müqaviləsinin şərtlərini nəzər yetiririk. Xəzərboyu əyalətlər Rusiyanın tərkibində qalır. Yəni, hansı ki əraziləri ələ keçiribdir. O Dərbənddir, Gilandır, Bakıdır, sonra Salyan və s. Bu ərazilər qalır Rusiyada. Və bu Rusiyada qalmasını Osmanlı təsdiq edir. Rusiya Xəzərboyu torpaqlar istisna olmaqla qalan bütün Azərbaycan torpaqlarının Osmanlının ixtiyarına keçməsinə razılıq verildi. Şirvan Osmanlıların himayəsi altında müstəqil xanlıq, Hacı Davud isə Şirvan xanı elan edildi. Və həmin İstanbul müqaviləsində nəzərdə tutulan ərazini ələ keçirmək üçün artıq Osmanlı qoşunları İrəvan, Naxçıvan, Ordubad, Xoy, Mərənd şəhərlərini tutur və o istiqamətdə irəliləyir və Təbrizə doğru irəliləyir. Unutmayaq ki, 1725-ci ildə tutulan ərazi Təbriz, Gəncə və işğal zonasına daxil olmayan 1725-ci ildə Ərdəbildə tutulur və Ərdəbilin tutulması ilə bağlı Osmanlılar deyir, çox böyük bir atəşfəşanlıq belə keçirmişdilər sevindiklərindən. Və burada yəni çox böyük bir sevinclə qarşılanır və atəşfəşanlıq keçirilir deyir. Və Ruslar tutduqları ərazidə komendant idarə üsulu yaradır. Bəli, Osmanlılar da öz idarə etmə sistemlərini burada formalaşdırırlar. Osmanlı idarəçiliyi dövründə inzibati ərazi bölgüsü vilayət, sancaqlıq, mahal və nahiyə kimi müəyyənləşdirilmişdir. Buna da diqqətli olaq. Və Ruslar öz tutduqları ərazidə neft sahələrini, neft quyularının sayı, bunların sayını müəyyənləşdirir və yaxud da sistemləşdirir. Məhz bu neft quyularının sayının dəqiqləşdirilməsi, siyahıya alınması reyestr adlanırdı. Bunda da diqqətli olaq. Məhz bu Rusların da hakimiyyəti dövründə öz tutduqları ərazilərə 1724-cü ildən başlayaraq Pyotr ermənilər köçürmüşdü və ermənilər yerləşdirmişdi ki, gələcəkdə özü üçün öz mövqeyini burada möhkəmləndirsin. Və burada Osmanlı idarəçiliyi dövründə də yerli bəy və ağalara, Osmanlı dövlətinə xidmət edənlərə verilən torpaq mülkiyyət forması bəylik və ağalıq adlanacaqdır. Sonra əhali Osmanlı dövründə siyahıya alınmışdı. Vergi qanunnaməsi və vergi dəftərləri tərtib edilmişdir. Qadınlar, uşaqlar, şikəstlər, zehni əməklə məşğul olanlar vergidən azad idilər. Lakin buna baxmayaraq 1724-cü ildə Rusiya hakimiyyətinə qarşı Fatimə xanım üsyanı baş vermişdi. 27-də də Qarabağda Osmanlı hakimiyyətinə qarşı xalq hərəkatı baş veribdi. Belə.